Tamam, xoş gördük sizləri. Bugünkü dərsimiz Azərbaycanın faydalı qazıntıları mövzusudur. Ümumiyyətlə Azərbaycan mineral faydalı qazıntı yataqları ilə zəngindir. Azərbaycan ölkə neft, təbii qaz, dəmir filizi ehtiyatına görə Cənubi Qafqaz regionunda, boksit ehtiyatına görə isə Avropada birinci yer tutur. Respublikamızın ərazisində yayılan faydalı qazıntıları üç qrupda birləşdirmək olar. Yanar mənşəli faydalı qazıntılar, filiz mənşəli və qeyri-filiz mənşəli faydalı qazıntılar olaraq qruplaşdırmaq olar. Birinci növbədə yanar mənşəli faydalı qazıntılara baxacağıq. Yanan mənşəli faydalı qazıntılar hansılardır? Neftdir, təbii qazdır, daş kömürdür, yanar şistdir. Bunları göstərmək olar ki, bunlardan daş kömür Azərbaycanda yayılmayıb. Əsas faydalı qazıntımız neft və təbii qazdır ki, Azərbaycan ərazisinin 70%-ə yaxın hissəsində yayılıb. Ən iri yataqlarına baxaq. Birinci neftə baxaq. Neftin dənizdə əsas yataqları Azəri, Çıraq, Günəşli yataqlarıdır. Bundan başqa Alov, Dan ulduzu, İnam, Oğuz, Əşrəfi, Qarabağ kimi dənizdə yataqları var. Quruda əsas yataqları isə Bibi Heybət, Molla Kənd, Muradxanlı, Qaraçala, Siyəzən, Pirallahı, Yasamal yataqlarını göstərə bilərik. Bunlardan Molla Kənd Kürdəmir rayonu ərazisində, Muradxanlı isə İmişli rayonu ərazisində yaranan mezzo yaşlı neft yataqlarıdır. Digərləri isə kaynozo yaşlı yataqlardır. Dənizdə əsas yataqlarımız isə Azəri, Çıraq, Günəşlini göstəririk. Təbii qaz yataqlarımız. Dənizdə əsas yataqlarımız Şahdəniz, Ümid, Abşeron yataqlarıdır. Şahdəniz yatağı kəşf olunduqdan sonra Azərbaycan təbii qaz ehtiyatı çoxalır və xaricə ixrac etməyə başlayırıq təbii qazı. Buna uyğun çoxlu kəmərlər də çəkilib. Yəni qaz kəmərlərimiz çəkilib. Daha sonra quruda əsas yataqlarımız Qaradog, Qobustan və Gürgən zirənin ərazisindədir. Əsas istifadə sahəsi, yəni neftdən, qazdan, enerji, yanacaq, mazut istehsalında, parafin, sintetik lif, sütki yığları, gübrə istehsalında istifadə olunur. Yarandığı dövr əsas 4-cü dövrdür. İstisna Muradxanlı, İmişlidə, Mollakən, Kürdəmirdə mezzo yaşlı neft yataqlarıdır. Əsas, amma ümumi şəkildə sorsalar, yanan mənşəli faydalı qazıntıların ən iri yataqları hardadır? Xəzərin şelfində, Abşeronda və Kürər zolağında ümumi şəkildə deyə bilərik. Sonra Azərbaycanda yayılan yanar mənşəli faydalı qazıntılardan yanar şist ehtiyatı ki, İsmayıllı və Qobustan rayonlarının ərazisində yayılmışdır. Daha sonra keçək növbəti slayda bunların yayıldığı yerlərə baxaq. Neftin yayıldığı yerlərə baxaq. Abşeronda, Xəzərin şərqində Azəri, Çıraq, Günəşli, Salyan rayonları ərazisində, Neftçala rayonları ərazisində, Kürdəmirdə Molla Kənd yatağı, İmişlidə Muradxanlı yatağı, Siyəzəndə var neft ehtiyatı və Ceyrançöldə var. Bir də Goranboy rayonu ərazisində Naftalan şəhərində müalicəvi yanmayan neft var. Ceyrançöldəki neft ehtiyatı isə perspektiv neft ehtiyatıdır. Yəni burada neft ehtiyatı tapılıb, amma istifadə olunmur. Təbii şəraitlə əlaqədar əlverişsizdir hal-hazırda. Sizdən soruşsalar perspektiv neft ehtiyatlarımız hardadır? Ceyrançöldə. Müalicəvi neft ehtiyatı hardadır? Naftalanda. Mezzo yaşlı neft ehtiyatımız hardadır? Mollakent Muradxanlıda. Əsas neft yataqlarımız dənizdə Azəri, Çıraq, Günəşli neft yataqlarıdır. Daha sonra təbii qaz yataqları Şahdəniz, Ümid, Abşeron dənizdədir. Quruda isə Qaradog, Qobustan və Gürgan zirə yataqlarıdır. Yanar şist yataqları İsmayıllı və Qobustanda şərti işarələrin hamısına diqqət edin. Şərti işarələr necə çəkilir? Təbii qazda şərti işarənin içərisi boş olur, neftdə isə dolu olur. Amma və hündür olur bunlar. Biraz balaca içi dolu olan şərti işarə isə dəmir filizi işarəsidir. Dəmir filizidir bu. Şərti işarələrdə diqqət etməliyik bu mövzuda. Növbəti keçdik filiz mənşəli faydalı qazıntılar. Filiz mənşəli faydalı qazıntılar əsasən respublikamızda dağlıq ərazilərdə yayılıb maqmatik suxurların tərkibində. Bunlardan dedik ki, dəmir filizi ehtiyatına görə Cənubi Qafqazda birinci yeri tuturuq. Deməli, baxaq. Burada hansı faydalı qazıntılar var? Dəmir filizi Daşkəsən rayonunda Hamançay Dəmiroğlu yatağı. Alnit filizi Daşkəsəndə Zəylik yatağı. Bunların hamısını öyrənməliyik. Gəlin bir şəkil üzərindən baxaq bunlara. Misal üçün, burada polimental filiz yatağı verilib, bu 8-ci. Balakən, Zaqatala rayonlarının arasında Filizçay, Katexçay, Kastaq və Mazımçay yataqları. Kəlbəcərdə e, Kəlbəcərdə Mehmana yatağı və Şərurda Gümüşlü yataqları var. Şərti işarə də bu şərti işarədir. Sanki maşın diskinə bənzəyir. Daha sonra qızıl şərt işarəsi. Qızılın şərti işarəsi tən ortadan bölünmüş kimi rənglənir. Qızıl yayılıb Gədəbəydə Qoşa yatağı, Kəlbəcərdə Söyüdlü Zod, Qızılbulaq yataqları, Zəngilanda Vejnəli yataqları var. Daha sonra keçək növbəti slaydda da faydalı qazıntıların yerlərini göstərək. Dəmir filizi.
Baxın, balaca üçbucaqdır. Bayaqları dedim. Daşkəsəndə, Daşkəsən Dəmiroğlu Hamançay yataqları, Kəlbəcərdə xromit yatağı var. Sanki bunun ortasındakını X hərfinə bənzədim. Bu şəkildə bölünüb. X hərfinə bənzədim. Xromit yatağının şərti işarəsidir. Xromit Kəlbəcərdə Göydərə yatağıdır, Laçında İpək yatağıdır. Daha sonra mis Gədəbəydə Qaradağ yatağı. Sonra civə. Civə sadəcə sıfıra O hərfinə bənzəyir. Kəlbəcərdə Ağ yataq, Şorbulaq, Löhücə yatağı, Laçında Gilgəçay, Narzanlı yataqları. Zəylik faydalı qazıntısı, deməli, daha doğrusu alnit faydalı qazıntısı zəylik yatağıdır. Şərti işarə, bu şərt işarədir. Burada adı molibden düşün, molibden deyil. Zəylikdir bu. Alnit işarəsidir, alnit. Deməli, hə, adları dəyişik düşüb xəritədə. Alnit yuxarıdakıdır, molibden aşağıdakıdır. Deməli, bu alnitin işarəsidir. Alnit, zəyli alnit yatağı. Avropada birinciyik bu ehtiyata görə. Və molibden Ordubadda, Paraqaçay və Diyaqçay hövzələrində yayılıb. Bu da molibdenin işarəsidir. Burada şərti işarə səhv adlandırılıb. Daha sonra keçdik. Bu qeyri-filizlərə keçməmiş digər yataqların da adlarına baxaq. Dəmir filizi dedik Daşkəsəndə Dəmiroğlu, Hamançay, Daşkəsən yataqları. Alnit faydalı qazıntısı Zəyli yatağında Daşkəsən rayon ərazisində. Civə Kəlbəcər və Laçında. Kəlbəcərdə 3 dənədir. Ağ yataq Şorbulaq, Löhücə, Laçında Gilgəçay, Narzanlı 2 dənə yataqdır. Molibden bir dənə Ordubadda yayılıb. Ordubadda Zəngəzur silsiləsidir. Kiçik Qafqaz tektonik qalxması. Paraqaçay, Diyaqçay hövzələrində. Qızıl 3 dənə yerdə yayılıb. Kəlbəcərdə Zod Qızılbulaq yatağı, Gədəbəydə Qoşa yatağı, Zəngilanda isə Vecnəli yataqları. Xromit 2 dənə yerdədir. Kəlbəcərdə Göydərə, Laçında İpək. Bunları çox qarşıdırlar uşaqlar. L ilə iynə oxşada bilərsiniz burada. Daha sonra mis, Gədəbəydə Qaradağ yatağı. Polimental filizlər, Balakəndə Filizçay, Katexçay, Kastaq, Mazımçay, Şərurda Gümüşlü, Kəlbəcərdə Mehmanı. Şərti işarələri də unutmuruq. Şərti işarələri yadda saxlamağın asan yolu ancaq çəkib öyrənməkdir. Başqa yolu yoxdur. Daha sonra keçdik qeyri-filiz mənşəli faydalı qazıntılar. Qeyri-filiz mənşəli faydalı qazıntılar əsasən çökmə süxurlarda daha geniş yayılıb. Onların çoxundan tikinti materialları kimi istifadə olunur. Kimya sənayesində istifadə olunur. Gəlin baxaq, hansı qeyri-filiz faydalı qazıntılarımız var. Birinci sxemlərlə baxaq. Birinci bu sxemə baxırıq. Abşeronda Kvars qumu yataqları var ki, Hacıvəli Hökməli. Kvars qumu faydalı qazıntısıdır. Hacıvəli Hökməli isə yataqların adıdır. Burada da qeyd eləyək onu. Şüşə istehsalında əsasən istifadə olunur. Şüşə. Yəni onlar şüşə hazırlayırlar. Sonra Qazaxda Bentonikgil var ki, yatağın adı daş salahlı yatağıdır. Bentonikgil. Bundan o da davamlıdır. Qəlib kimi metal töhmədə istifadə olunur. Nə kimi istifadə olunduğuna diqqət eləməliyik. Daha sonra Goranboyda e, deməli Goranboy rayonunun ərazisində var gips yatağı, Ağca kənd yatağın gips faydalı qazıntısı yatağın adı Ağca kənd yatağıdır və istifadə olunur tikintidə. Kəlbəcərdə var deməli Kəlbəcərdə var bir saniyə üzr istəyirəm. Bu bura səhv düşüb. Hə, travertin yatağı. Üzürlü sayın burada fikrim yayındı. Elə bildim isti su mineral bulağı vermək istəyib. Kəlbəcərdə isti su həmçinin travertin yatağıdır və Naxçıvanda Kəngərlinin ərazisində var travertin yatağı. Travertin. Burada şahtaxtı yatağı da var. Naxçıvandan Kəlbəcərin ərazisindədir. Kəlbəcərdə isti su yatağı, travertin yatağı. Naxçıvanda isə Kəngərlinin ərazisində şahtaxtı yatağı var. Şahtaxtı. Daha sonra işarələr də burada verilib. Bentonit-gil, travertin, travertindən molibden biraz oxşuyur. Gips və kvars qumu. Sonra keçdik digər tərəfə. Barıt yataqları. Gədəbəydə və Daşkəsəndədir. Çovdar və Başqışlaq yataqlarıdır. Sonra Kəlbəcərdə perlit yatağı var. Keçəldağdır. Perlit yatağından istifadə olunur kənd təsərrüfatında və kimya sənayesində. Kənd təsərrüfatı və kimya sənayesində. Bir də kənd təsərrüfatı və kimya sənayesində istifadə olunan yatağımız seolit gilidir. Ağdağda. Baxın burada. Ağdağ yatağı. Daha doğrusu Tovuz rayonun ərazisində seolit gili. İki dənəsi seolit gili ilə perlit, kənd təsərrüfatı və kimya sənayesində istifadə olunur hər ikisində. Daha sonra gəldik burada deməli dolomit ehtiyatı var Babək rayonunun ərazisində. Sonra gəldik bura. Deməli mərmər yataqları, əhədaşı yataqları. Ağdamda Şahbulaq yatağı var burada. Daha sonra
Həydaşı yataqları, Abşeronda Korgöz, Şüvələn, Güzdək yataqları var. Əqiq yatağı var, yeganə Qubadlı rayonunda Eyvazlı yatağı var. Sonra Tovuzda Seolitgili, Ağdağ yatağı dedik bunu bayaqları. Kükürd yatağı var, Çıraqdərə, Toğanalı, Göygöl rayonunun ərazisində. Bunları göstərə bilərik. Digər slayda da baxaq. Qeyri-filiz faydalı qazıntılardan. Daş-Duz və Çöhmə-Duz anlayışları var. Daş-Duz Naxçıvanda, Babəkdə, Nehrəm, Duzdağ yataqları, Çöhmə-Duz isə Abşeronda Şor göllərinin ətrafında yayılıb. Daha sonra keçdik bura. Mərmər yataqları Şərurda, Daşkəsəndə, Qubada və Ağdamda Gülablı yatağı var. Mərmərin də Azərbaycanda ağ, qara, qırmızı, çəhrayı mərmər növləri yayılmışdı. Daha sonra bir saniyə buradan nəyi demədik? Baxaq, diqqət eləyək. Daş duz dediyi Naxçıvandadır, Çöhmə duz Abşerondadır. Kükür, Kiçik Qafqazda Göygöl rayonu ərazisindədir. Çıraqdərə, Toğanalı yataqları idi. Daha sonra Barıt yatağı Kiçik Qafqazda Çovdar və Başqışlaq yataqları vardı. Qazaxda Bentonikgil yatağı vardı, daş salahlı yatağı. O da davamlı qəlib kimi istifadə olunurdu. Barıtdan neft quyularının qazılmasında istifadə olunur. Daş duz, kükür, çöhmə duz kimya sənayesində istifadə olunur. Bundan başqa seolit gili ilə perlit kimyada istifadə olunurdu, amma həm də kənd təsərrüfatında istifadə olunurdu. Tikintidə mərmər, travertin, gips, kvars qumları bunlar tikintidə istifadə olunur. Müalicəvi neft naftalında da bura aid deyildi, düşüb indi. Təbatda müalicə üçün istifadə olunur. Daha sonra deməli, Seolit-gilin dediyi mərmər, Daşkəsən Şərur Quba və Ağdamda Gülablı yatağı var, tikintidə istifadə olunur. Travertin Naxçıvanda Şahtaxtı yatağı, Şahtaxtı yatağı vardı. Bir də Kəlbəcərdə İstisu yatağı var idi. Gips Goranboyda Ağca kənd tikintidə istifadə olunurdu. Kvars qumu şüşə istehsalında istifadə olunurdu. Abşeronda Hacıvəli hökməli yataqları idi. Perlitdə kənd təsərrüfatı və kimya sahəsində istifadə olunurdu. Kəlbəcər rayonunun ərazisində idi. Növbəti slayda keçək. Bunları burada şərti işarələrə baxacağıq. Faydalı qazıntıların şərti işarəsi. Neftin biraz uzundur. İndi bu şəkil biraz sıxlaşdırılıb. Əslində belə uzundur. Təbii qaz da uzundur. Neft və təbii qaz əgər ikisi bir yerdə verilirsə, ortadan xətt çəkilir, bir hissəsi rənglənir. Bir hissəsi açıq qalır. Təbii qaz boşdur, dəmir filizi balaca üçbucaqdır. Xromit sanki içərisində X hərfi yazılıb kvadratın. Molibden bu şəkildədir. Daha sonra alüminium filizi, yəni boksit ehtiyatıdır. Yanar şist. Bunu da ocağa bənzədə bilərsiniz. Belə bir üçbucaqdır, ocağa bənzəyir. Mis filizi, yastı, kvadratdır. Polimental filizi təkərə bənzəyir, disk təkərinə bənzəyir. Civə, saco içi boş O hərfidir. Kükürt kartidanı. Kükürt kartidanı da bu şəkildə yadınızda saxlaya bilərsiniz. Tərsinə çevrilmiş K hərfi. Baxın. Digər hissəsini buraları kəssək, K hərfi qalacaq. Buradan küşür kimi yadınızda saxlaya bilərsiniz. Asan yolu. Xörək daş duzun içərisi boş olur, çökmə duzun içərisi dolu olur. Dolomitdir, gipsdir. Gips pəncərəyə oxşur sanki. Sonra əhəng daşıdır. İçərisindən X hərfi çəkilib rənglənmir, amma molibdendə rənglənirdi. Xromitdə, daha doğrusu xromitdə rənglənirdi. Mərmər ehtiyatıdır. Niyə kvars qumu, gil. Azərbaycanda hər yerdə yayılan demək olar ki, ehtiyat gil ehtiyatıdır. Və digərlərinə də fikir verin. Əqiq misal üçün yeganə Eyvazlı yatağı var idi. Orada yayılmışdı. Bunlar da fayda qazıntıların şərt işarələridir. Növbəti keçdik mineral bulaqlara. Ümumiyyətlə Azərbaycanda mineral bulaqların sayı mindən çoxdur. Bulaqlar əsasən düzənliklərin nisbətən dağətəyi rayonlarında daha çox yayılmışdı. Abşeronda Şıx Suraxanı mineral bulağı var. Naxçıvanda Naxçıvan Muxtar ərazisində Şapuz rayonunda Badamlı yatağı var. Şərurda Vayxır, Sirab yataqları var. Şuşanın ərazisində Turşu Şirlan yataqları, Kəlbəcərdə İstisu yatağı var. Qubada Cimi, Xaşı Xaltan yataqları var. Qalaltıda, Şabranda Qalaltı yatağı, Qaxda İlisu, Lənkəran Masallı ərazisində Meşə su, Qotur su, Donuz ütən, İsti su, sonra Aşağı Ağçöp yatağı var Lənkəranda. İsmayılda Bədo yatağıdır. Laçında Minkənd yatağı, Tutqun yatağını göstərə bilərik. Bunları sizdən Kiçik Qafqaz dağlarında yerləşən yataqlar, Böyük Qafqazda yerləşən kimi soruşa bilərlər. Tektonik qalxma zonasında. Məsəl üçün Böyük Qafqaz tektonik qalxma zonasında yerləşir Şıx Suraxanı yatağıdır. Daha sonra buradan Cimi, Xaşı, Xaltan yataqları Böyük Qafqaz tektonik qalxma zonasında Qalaltı göstərə bilər, Qaxı göstərə bilərik və İsmaillini göstərə bilərik Böyük Qafqaz tektonik qalxma zonasında. Kiçik Qafqaz tektonik qalxma zonasına düşür Vayxır, Sirab, Badamlı, Darıdağ. Əsasdakı Badamlı yatağı, Badamlı.
Daha çox Şuşada turist Şırlan Kiçik Qafqazdadır. Daha çox Kəlbəcərdə isti su mineral bulağıdır. Sonra meşə su, qotur su, donuz ütən, isti su bunlar da Kiçik Qafqaz tektonik qalxmasıdır. Və Laçında Tutqun Minkənd Kiçik Qafqaz tektonik qalxma zonasına aiddir. Əsasən dağətəyi ərazilərdə yayılıb mineral bulaqlar. Bugünkü dərsimizdə bu qədər. Bu şərti işarələrini də öyrənməyin əsas yolu ancaq şərti işarələri çəkib öyrənməkdir. Hələlik.